Salam, hər vaxtınız xeyir. Dostlar, bu kısa videoda Azercell-dəki günlük internet paketlərini qoşulmaq, həm də ləğv etmək, yəni deaktiv etmək haqqında məlumat verəcəm. Gördüyünüz kimi, hal-hazırda 2 ədəd internet paketi mövcuddur. Gələcəkdə paket sayında və qiymətlərdə dəyişikliklər ola bilər. Günlük internet paketlərindən 250 MB-lığa qoşulmaq üçün uyğun olaraq 250 yazıb 25-25-ə SMS göndərirsiniz. Avtomatik 24 saatdan bir yenilənir. Qiyməti hər gün üçün 80 qəpik təşkil edir. İstəsəniz digər qoşulma üsulundan +100 +250 diyez kod yığmaqla və ya Azercell tətbiqi ilə qoşula bilərsiniz. 1 GB-lıq günlük internet paketinə qoşulmaq üçün isə gün yazıb 25-25-ə SMS göndərirsiniz. Avtomatik 24 saatdan bir yenilənir. Qiyməti hər gün üçün 1 manat 50 qəpik təşkil edir. İstəsəniz buna da digər qoşulma üsulundan +100 +24 diyez kod yığmaqla və ya Azercell tətbiqi ilə qoşula bilərsiniz. Bu arada Azercell tətbiqini də yükləmək üçün linki videonun aşağısında yerləşdirmişəm. İndi keçək əsas məsələyə. Ən çox müraciət olunan günlük internet paketini necə ləğv edə bilərəm, deaktiv edə bilərəm məsələsinə. İlk öncə onu deyim ki, dostlar, ləğv etməklə yenilənməsini dayandırmaq arasında fərq var. Yəni ki, internet paketinin yenilənməsini dayandırmaq o deməkdir ki, əgər siz bu gün saat 2-də günlük internet paketini aktivləşdirmisinizsə, 1-2 gün işlətdikdən sonra tutaq ki, saat 3-də onu deaktiv edirsiniz. Deaktiv edən zaman həmən vaxtı internet paketi tamamilə ləğv olunur. Baxmayaraq ki, həmən gün üçün ödəniş etmişdiniz. Sadəcə 1 saat istifadə etmişsiniz. Yəni hər gün saat 2-də yenilənən paket siz saat 3-də ləğv etmişsinizsə, deaktiv etmişsinizsə, günlük internet paketi tamamilə ləğv olunur. Sadəcə 1 saat işlətmiş olursunuz. Ödənilən vəsait geri qayıtmır. Lakin yenilənməni dayandırmaq isə o deməkdir ki, yenilənməni dayandırırsınız. Həmən 24 saat bitənə kimi ödənişini etdiyiniz interneti istifadə edirsiniz. Həmən 250 MB və yaxud da o birisi 1000 MB fərqi yoxdur. 24 saat bitdikdən sonra artıq avtomatik yenilənmə dayanmış olur. Ona görə hər birisinin dayanma üsulunu ayrıca göstərəcəm. Deməli, 250 MB internet paketinin avtomatik yenilənməsini dayandırmaq üçün telefonun ekranında +100 +00 diyez yığmaq kifayətdir. Və yaxud minus sözünü 25-25 nömrəsinə göndərməyiniz kifayətdir. Bununla avtomatik yenilənmə dayanır. Ödəniş etdiyiniz həmən günün internet paketini 24 saat bitənə kimi istifadə edə bilərsiniz. Bu avtomatik yenilənmənin dayandırma qaydasıdır. Lakin tamamilə ləğv etmək üçün isə 250 MB-lıq günlük internet paketini deaktiv etmək üçün +100 +115 diyez yığmaq və yaxud istəsəniz stop ara məsafəsi 250 yazıb SMS vasitəsilə 25-25-ə göndərə bilərsiniz. Stop ara məsafəsi 250 yazılış qaydasında fikir verin. Digər internet paketi üçün də qeyd edeyim. Tamamilə ləğv etmək, deaktiv etmək üçün isə stop gün yazıb SMS vasitəsilə 25-25-ə göndərmək lazımdır. İnternetə paketsiz qoşulsanız, qoşulma balansınızdan hesablanacaq. Hər bir halda internetdən paketsiz istifadə cari tarifə müvafiq hesablanır. Əlavə olaraq onu da qeyd edim ki, aylıq internet paketlərini qoşulma və ləğv etmə videosunu bu videonun sonunda yerləşdirmişəm. Belə videoları qaçırmamaq üçün bəyənib kanala abunə olduqdan sonra bildirişləri açmağı unutmayın. Növbəti videolarda görüşənədək salamat qalın.